Yenə Gürcüstan, bu dəfə Kedi şəhərindən, şəhərinin kəndindən. Burada 8 dənə ev var bu dağın, bu yolun arxasında. Onlara yol çəkirik və belə beton istinad divarları falan filan. Bu da şəlalə. Şabalık doludur. Bütün hamısı gördüyünüz ağaçlar şabalık və fındıq ağaçlarıdır. Biz də indi bura beton verməliyik. Bunu qoyub bunun altına içinə beton verməliyik. Bu da gözəl mənzərə. Dağın başından süzülüb gəlir. Dağdakı çox böyük bir dağdır. Ümumiyyətlə buralar hamısı dağlıqdır. Bura vapşe hündür yerlərdən biridir. Qarşıdakı dağa baxın. Düzdür, burada qar yoxdur. Batumi ilə bitişikdir də, yəni. Batumidən bura cəmi 40 kilometrdir. Elə Batumidə qalırıq. Özümüz hər gün bura işə gəlib gedirik. Servis bizi gətirir, aparır. Bax, belə gözəl bir yerdir. Kəndin adını bilmirəm, sözün düzü. 2 gündür bura gəldiyim. Bizim dostlarımız burada işləyir. Mənim dostlarım daha doğrusu. Mən də gəldim onların yanına. Svanetidən Batumiyə, Batumidən də hər gün bura gəlib gedirəm evə. Bax, belə bir gözəl bir yerdir. Havası çox təmiz. Orada aşağıdan buradan axan belə, bəlkə də burada minlərlə belə su kanalları var da, yəni belə sular axır. Belə şəlalələr daha doğrusu. Mini şəlalələr, böyük şəlalələr var. Buradan indi görünmür, göstərə bilmirəm. Bax, orada o yerdə biri var. Buradan görünmür, o yekədir. Burada ağaçları hətta sürüyüb gətirib, baxın. Bu o qədər, yəni bərk gür gəlirdi. İndi azalıb. Və buradan aşağıdan da belə yekə çay gedir, o da gedir Qaradənizin içinə tökülür. İçində də qəşəng farel balığı var. Qızıl balıq, qırmızı qara nöqtəli balıq var o. Belə.